Salam, mən Mir İsmayıl, süni intellekt üzrə məzmun mütəxəssisiyəm və suallarımızı cavablandırmağa çalışacağam. Bu təlim kimlər üçün nəzərdə tutulub? Təlim əsas olaraq marketinq menecerləri, rəqəmsal marketinq mütəxəssisləri, sosial media menecerləri və bu sahəyə yeni başlamaq istəyən şəxslər üçün nəzərdə tutulur. Yəni başlıca olaraq mütəxəssislərə süni intellekti necə effektiv və səmərəli şəkildə öz işlərində istifadə edə bilərlər. Bu öyrədilir. Əlavə olaraq bu sahəyə yeni başlamaq istəyən şəxslər üçün də önəmlidir. Çünki artıq onlar sahəyə başladıqda süni intellektdən necə istifadə edə biləcəklərini, necə effektiv formada istifadə edəcəklərini bildikləri üçün bəncə deyə bilərik 1-0 öndə başlamış olurlar. Bu baxımdan yəni bu şəxslər üçün bu təlim çox önəmlidir.